Gəlin bir anlıq insan zehninin ən dərin qatlarına baş vuraq. Bugün Sigmund Freud'in o məşhur modelini araşdıracağıq. Bilirsiniz, o model ki, 100 il sonra da davranışlarımızın arxasındakı səbəbləri anlamaqda bizə yol göstərir. Hazırsınızsa, başlayaq. Yəqin ki, bu vəziyyət hamınıza tanış gəlir, hə? Bir tərəfiniz deyir ki, gəl biraz dincələk, əylənək. O biri tərəfiniz isə sanki qulağınıza pıçıldayır ki, yox, işləməlisən, məsuliyyətli ol. Elə bil beynimizin içində iki fərqli adam danışır. Amma narahat olmayın, bu heç də zəiflik əlaməti deyil. Əksinə, bu, insan olmağın ən fundamental xüsusiyyətlərindən biridir. Bəli, məhz bu daimi gərginlik. Freud bunu bir növ daxili müharibə adlandırırdı. Yəni, bizim o bitib tükənməyən istəklərimizlə cəmiyyətin və özümüzün qoyduğu qaydalar arasındakı o əbədi toqquşma. Gəlin bunu klassik bir nümunə ilə canlandıraq. Təsəvvür edin ki, tələbəsiniz, dostlarınız zəng edir, deyirlər ki, gəl, bu axşam əylənək. Beyninizin bir hissəsi dərhal buna hə deyir. Ancaq eyni anda başqa bir səs də var. O, daha sakit, amma tələbkar səslə deyir ki, dayan, axı sabah vacib imtahanın var, otur dərsini oxu. Və ortada siz. Bu iki təklif arasında bir çıxış yolu, bir kompromis tapmağa çalışırsınız. Bu, daxili tartışma yəqin ki, hamımıza çox tanışdır, düzdürmü? Bəs yaxşı, bu daxili səhnənin arxasında əslində nə dayanır? Bax, bu sualın cavabını Sigmund Freud hələ 1923-cü ildə özünün Ego və İd adlı əsərində vermişdi. O, inanılmaz bir fikir irəli sürdü. Dedi ki, bizim zehnimiz vahid, bütöv bir şey deyil. Əksinə, ora üç fərqli, güclü qüvvənin dayanmadan mübarizə apardığı bir dram səhnəsidir. Elə isə, gəlin bu daxili dramın üç əsas aktyoru ilə tanış olaq. Onların adları İd, Ego və Superegodur. Görəsən, bu üçlük kimdir və hər birinin rolu nədən ibarətdir? Baxın, Freud zehnimizi əsl bir teatra bənzədirdi. Təsəvvür edin, səhnədə hər an istədiyini eləmək istəyən, sözə baxmayan, vəhşi bir aktyor var. Kulisdə isə hər şeyə yox, olmaz deyən çox sərt bir senzor dayanıb və bu ikisinin arasında qalan, bütün tamaşanı bir təhər idarə etməyə çalışan, həmişə stresli olan bir rejissor. Bax, bizim zehnimizdəki mənzərə budur. Deməli, birinci oyunçumuz İddir. Yəni, teatrımızın o vəhşi aktyoru. O, bizim ən ibtidai, ən ilkin yanımızdır. Bütün enerjimiz, arzularımız məhz ondan gəlir. İd üçün qayda-qanun, məntiq, əxlaq, bunların heç bir mənası yoxdur. Onun bildiyi tək bir şey var. Mən bunu istəyirəm və elə indi istəyirəm. Səhnəyə indi də ikinci qüvvə daxil olur, superego. O bizim sərt senorumuz, daxili tənqidçimizdir. Uşaqlıqdan bəri valideynlərimizdən, müəllimlərimizdən, cəmiyyətdən eşitdiyimiz bütün o belə eləmək lazımdır, bu ayıbdır, bu günahdır kimi qaydalar toplusudur. Superego həmişə mükəmməl axtarır və biz səhv edəndə bizi günahkarlıq hissi ilə cəzalandırmaqdan heç çəkinmir. Və nəhayət gəldik egoya. O, bizim zavallı, stresli rejissorumuz. Onun işi sözün əsl mənasında dəhşət çətindir. Düşünün, bir tərəfdən idin indi istəyirəm deyən qışqırıqları, o biri tərəfdən super egonun bu düzgün deyil xəbərdarlıqları. Üstəlik bir də kənarda real dünyanın qaydaları var. Ego bütün bunların arasında bir yol tapmağa, hamını razı salmağa çalışan daimi bir vasitəçidir. Yəni, gəlin bir də ümumiləşdirək. İd deyir ki, mən bunu indi istəyirəm. Bu, həzz prinsipidir. Superego dərhal müdaxilə edir, dayan, bu düzgün deyil, bu da mənəviyyat. Və ego ortada qalaraq deyir, yaxşı, sakit olun, gəlin bir orta yol tapaq. Bu isə reallıq prinsipidir. Bax, bizim bütün daxili aləmimiz, bütün o çəkişmələrimiz məhz bu üç qüvvə arasındakı gərginlikdən qaynaqlanır. Yaxşı, bəs bu daimi daxili müharibənin yaratdığı o böyük gərginliklə, o stresslə ego necə bacarır? Çünki bu toqquşma ciddi narahatlıq, həyəcan yaradır. Məhz burada egonun gizli silahları, yəni xüsusi taktikaları dövrəyə girir. Bu silahlar müdafiə mexanizmləri adlanır. Ego sizi o daxili münaqişənin yaratdığı narahatlıqdan qorumaq üçün çox vaxt heç özümüzün də fərqində olmadan bu şuursuz strategiyalara əl atır. Bunlar sanki psixoloji bir qalxandır, bizi stressdən qoruyur.
Gəlin ən məşhur bir neçəsinə baxaq. Məsələn, sublimasiya. İçinizdəki aqressiyanı, o qəbul edilməz impulsları götürüb cəmiyyətin alqışladığı bir şeyə, məsələn, idmana yönəldirsiniz. Və ya proyeksiya, yəni özünüzdə bəyənmədiyiniz bir hissi, məsələn, kiməsə qarşı nifrətinizi başqasının üstünə atırsınız. Deyirsiniz ki, o mənə nifrət edir. Bir də var yer dəyişmə. İşdə müdürünüzə hirslənirsiniz, amma gəlib acığınızı evdə ailənizdən çıxırsınız. Və ya rasionalizasiya, imtahandan kəsiləndə müəllim ədalətsiz idi deyərək özümüzə bəraət qazandırırıq. Bax, bu mexanizmlər bizi o anlıq rahatlatsa da, çox vaxt əsl problemin kökünü gizlədir. Maraqlıdır ki, bu daxili dram təkcə bizim zehnimizdə baş vermir. Bu, eyni zamanda incəsənətin, xüsusilə də kinonun ən sevimli mövzularından biridir. Gəlin baxaq, görək Freydin bu ideyaları böyük ekranda necə canlanır. Bunun bəlkə də ən möhtəşəm nümunəsi Döyüş klubu filmidir. Oradakı adsız baş qəhrəman, yəni rəvayətçi, cəmiyyətə uyğunlaşmağa çalışan, zəifləmiş bir egodur. Tyler Durden isə onun tamamilə şuur altına bastırdığı iddir. Bütün qaydaları rədd edən, impulsiv, aqressiv film sanki idin zəif egonu ələ keçirib ayrı bir şəxsiyyət kimi ortaya çıxmasının hekayəsidir. Və ya başqa bir güclü nümunə Qara Quşu filmi. Orada da baş qəhrəman balerinanın zəif egosu, bir tərəfdən onun mükəmməllikçi, sərt superegosunun digər tərəfdən isə bastırılmış ehtiraslı idinin təzyiqi altında əzilir, çökür və nəticə çox faciəvi olur. Yaxşı, bəs bütün bu teatr, bu daxili personajlar müasir elm üçün nə ifadə edir? Axı, Freydin bu modeli çox tənqid olunub, qeyri-elmi hesab edilib. Amma cavab sizi təəccübləndirə bilər. Çünki Freydin bu metaforaları heyrətamiz şəkildə müasir neyroelmdə öz əksini tapır. Əlbəttə, tənqidçilər haqlı olaraq deyirlər ki, bu modeli sübut etmək çətindir. Çünki bu daha çox bir metaforadır. Beynimizi açıb baxın, bu iddir, bu da superego deyə bilmərik. Amma bəlkə də məsələyə başqa cür baxmalıyıq. Bəlkə də Freyd elmin hələ indi doldurmağa başladığı bir xəritənin ilk cizgilərini çəkmişdi. Baxın, işin ən maraqlı tərəfi də budur. Müasir elm bizə deyir ki, beynin dərinliklərində emosiyalara, ilkin istəklərə cavabdeh olan bir bölgə var. Limbik sistem. Bu sanki Freydin təsvir etdiyi idin neyrobioloji qarşılığıdır. Eyni zamanda beynimizin ön hissəsindəki prefrontal korteksi isə rasional qərarlar verir, planlar qurur, impulsları idarə edir. Bu da birbaşa egonun funksiyalarıdır. Sanki elm 100 il sonra Freydin o metaforik xəritəsini təsdiqləyir. Yəni, üzərindən 100 ildən çox vaxt keçsə də, Freydin bu ideyaları hələ də öz gücünü itirməyib. Onlar bizə daxili münaqişələrimizi anlamaq, o sonsuz istəklərimiz, vicdanımız və reallıq arasındakı o əbədi mübarizəni təsvir etmək üçün çox güclü bir dil, bir çərçivə verir. Beləliklə, bu daxili üçlüyünüzlə tanış oldunuz. İndi sizdən bir şey düşünməyinizi istəyirəm. Verəcəyiniz növbəti qərarda sükan arxasında əslində kim oturacaq? Sizin o vəhşi aktyorunuz, yoxsa sərt senzorunuz, ya bəlkə də bütün bunları idarə etməyə çalışan o yorğun rejissorunuz? Bu sualın cavabı əlbəttə ki, yalnız sizdədir.